Salam əziz şagirdlər, bugün biz sözün tərkibi morfemika bölməsini öyrənəcəyik. Sözün tərkibi dedikdə nə başa düşürük? Biz bilirik ki, sözlər quruluqca 3 yerə bölünür. Sadə sözlər, düzəltmə sözlər, mürəkkəb sözlər. Sözün tərkibini öyrənən bölmə morfemika bölməsi adlanır. Sözün tərkibi 2 hissədən ibarətdir: kök və şəkilçidən. Biz sözləri kök və şəkilçiyə ayırmaqla sözün tərkibini öyrənirik. Məsələn, belə bir söz götürək. Kitabxanaçılıq sözündə sözün tərkibi hansıdır? Kökdən və şəkilçidən ibarətdir. Kitabxana, deməli kitab sözün köküdür. Kitabxanaçılıq, artıq burada leksik şəkilçilər var. Hansı şəkilçilərdir? Xana, çı, bir də lıq şəkilçiləri. İndi öyrənək, kök nədir, şəkilçi nədir? Sözün ayrılıqda işlənə bilən, leksik mənası olan hissəsinə kök deyilir. Kitabxanaçılıq sözündə sözün ayrılıqda işlənə bilən hissəsi kitabdır. Kitab deyəndə biz gözümüzün qabağına kitab gəlir və kitabın leksik mənası nədir? Müəyyən bir bilik əldə etmək üçün istifadə olunan vasitə. Deməli, kitab ayrılıqda işlənə bildi, leksik mənası oldu, bu oldu sözün kökü. Ayrılıqda işlənə bilməyən, leksik mənası olmayan hissəsinə isə şəkilçi deyilir. İndi kitabxanaçılıq sözündə xana sözün, xana hissəsini, çı hissəsini, lıq hissəsini mən ayrılıqda işlədə bilərəm? Əlbəttə ki, yox. Deməli, şəkilçi nədir? Sözün ayrılıqda işlənə bilməyən və leksik mənası olmayan hissəsinə şəkilçi deyilir. Şəkilçilər 2 cür olur mənasına görə. Leksik şəkilçilər, qrammatik şəkilçilər. Deməli, şəkilçilərin 2 növü var. Hansıdır? Leksik şəkilçilər və qrammatik şəkilçilər. Leksik şəkilçilər sözə artırıldıqda sözün mənasını dəyişir. Məsələn, kitab sözünə xana şəkilçisini artırmışam. Kitab gözümüzün qabağında olan, əlimizdə oxuduğumuz bir vasitədir, vəsaitdir. Kitabxana dedikdə artıq bir bina gözümüzün qabağında canlanır. Məsələn, Axundov kitabxanası. Məna dəyişdi. Çı leksik şəkilçisini artırıram. Kitabxanaçı. Artıq yeni bir məna yarandı. Bir şəxs gözümüzün qabağına gəldi. Kitabxanaçı bir şəxs. Lıq şəkilçisini artırıram. Kitabxanaçılıq. Əvvəlki məna dəyişdi. Artıq peşə, sənət ilə bağlı bir deməli söz yarandı. Demək dedik ki, leksik şəkilçilər sözlərə qoşulduqda sözün mənasını dəyişir, yeni mənalar yaradır. Qrammatik şəkilçilər sözlərə qoşulduqda sözün mənası dəyişmir, sözün forması dəyişir. Məsələn, deyirəm ki, kitab. Lar şəkilçisini artırıram. Kitablar, ımız şəkilçisini artırıram. Başqa şəkilçilər artıraq. Kitablarımızdır. Deməli, sözün kökü kitabdır. Lar qrammatik şəkilçidir. Imız qrammatik şəkilçidir. Dır qrammatik şəkilçidir. Nə üçün? Kitab sözünə lar şəkilçisini artırdım. Cəm şəkilçisi, ismin cəm şəkilçisidir. Larlər şəkilçisi. Kitab, kitablar. Gözümüzün qabağına çoxlu kitablar gəldi. Yenə məna dəyişmədi. Söhbət kitabdan gedir. Kitablarımız, ımız şəkilçisini artırdım. Yəni, bizim kitablarımız. Yenə də kitab öz mənasında qaldı. Kitablarımızdır. Artıq burada şəxs xəbərli şəkilçisi artırdım. Yenə də söhbət nədən gedir? Kitabdan gedir. Heç bir məna dəyişmədi. Amma əvvəlki şəkilçilər, deməli sözdə kitabxanaçılıq, mənalar fərqli-fərqli dəyişdi. Yeni sözlər yarandı. Demək, şəkilçilər
Mənasına görə iki cür olur. Leksik şəkilçilər, qrammatik şəkilçilər. Leksik şəkilçilər demək sözün mənasını dəyişir və yeni söz yaradır. Qrammatik şəkilçilər isə sözün formasını dəyişir və qrammatik şəkilçilər olmadan biz fikrimizi ifadə edə bilmərik. O qrammatik şəkilçilərdən istifadə edərək biz fikrimizi ifadə edirik. Məsələn, hansı şəkilçilər qrammatik şəkilçilərdir, onlara baxaq. İsimlərin cəm şəkilçisi, yəni ismin cəm şəkilçisi, larlər şəkilçisi qrammatik şəkilçidir. Daha sonra hal şəkilçiləri, isimlərin hal şəkilçiləri qrammatik şəkilçidir. Hal şəkilçiləri hansılardır? Məsələn, kitab sözünü hallandıraq. Kitab adlı haldadır. Kitabın ın şəkilçisini artırdım. Yəlik hal. Kitaba yönlük hal. Kitabı təsirlik hal. Kitabda yerlik hal. Kitabdan çıxışlıq hal. Yine burada biz nədən danışdıq? Kitabdan danışdıq. O söz formasını dəyişdi, mənasını dəyişmədi. Deməli, kitab, kitabın, kitaba, kitabı, kitabda, kitabdan. Hal şəkilçiləridir. Burada da söz mənasını dəyişmədi. Və yaxud şəxs xəbərlik şəkilçiləri. Şəxs xəbərlik şəkilçiləri. Şəkilçiləri. Bunlar hansılardır? Demək, məsələn, mənim kitabımdır və yaxud mən şagirdəm, mən şagirdəm, am-əm şəkilçisi. Sən şagirdsən, sən şəkilçisi. O şagirddir, dir, dur şəkilçisi, 4 cür yazılır bu şəkilçi. Biz şagirdik, ik, uk şəkilçisi. Siz şagirdsiniz, sınız, sunuz şəkilçisi. Onlar şagirdirlər. Deməli, bunlar da olur şəxs xəbərlik şəkilçisi. Mənsubiyyət şəkilçiləri, yəni mənim kitabım, sənin kitabın, onun kitabı, bizim kitabımız, sizin kitabınız, onların kitabları. Bu şəkilçilər ki var, sözün sonuna artırmışıq. Bunlar da mənsubiyyət şəkilçiləridir ki, qrammatik şəkilçilər hesab olunur. Zaman şəkilçiləri var, feilin zaman şəkilçiləri, indiki zaman, keçmiş zaman, gələcək zaman şəkilçiləri. Məsələn, indiki zaman şəkilçiləri hansıdır? Ir, ur, ür. Keçmiş zaman şəkilçisi dı, di, du, dü, mış, miş, muş, müş, ıb, ib, ub, üb şəkilçiləri. Gələcək zaman şəkilçiləri ar, ər, acaq, əcək. Bu şəkilçilər də zaman şəkilçiləridir ki, qrammatik şəkilçi hesab olunur. Daha sonra feili sifət, feili bağlama, məsdər şəkilçiləri də qrammatik şəkilçilərdir. Feilin şəkillərinin şəkilçiləri, biz onları hər birini öyrənəcəyik. Deməli, bu şəkilçilər necə şəkilçilərdir? Qrammatik şəkilçilər adlanır. Biz şəkilçilərin mənasına görə növlərini dedik. Leksik şəkilçilər, qrammatik şəkilçilər. Leksik şəkilçilərin digər adı söz düzəldici şəkilçilərdir. Söz düzəldici. Qrammatik şəkilçilərin digər adı söz dəyişdiricidir. Söz dəyişdirici. Deməli, söz düzəldici adı üstündə bir sözdən şəkilçi artırdıq, başqa bir söz yarandı. Bu olur leksik şəkilçi, söz düzəldici şəkilçi. Sözə şəkilçilər artırıq, sözün forması dəyişir, məna olduğu kimi qalır. Söz dəyişir, yəni forması dəyişir. Bu isə oldu qrammatik şəkilçi. Və şəkilçilərin işlənmə yerinə görə iki növü var. Söz önü şəkilçisi, bir də söz arxası şəkilçi. Deməli, işlənmə yerinə görə neçə növ oldu? İki növü. Söz önü və söz arxası şəkilçilər.
söz arxası, şəkilçilər. Sözümün şəkilçilər, məsələn deyirəm ki, la məkan sözün önündə işləndi. La məkan. Məkan sözün köküdür. La şəkilçidir. Deməli, leksik şəkilçidir. Bir cür yazılan şəkilçidir. Və yaxud bi vəfa. Sözün kökü vəfadır. Bi leksik şəkilçidir. Anormal. Anormal biraz qara düşdü. Anormal. Burada sözün kökü normadır. A söz önü şəkilçidir. Sonda olan l da söz arxası şəkilçidir. İndi söz önü şəkilçilər bir cür yazılan şəkilçilər əsasən, məsələn, söz önü şəkilçilər də, söz arxası şəkilçilər də bir cür yazıla bilər. Burada istisna hal var ki, bu şəkilçilər alınma şəkilçilərdir. İstisna na təmiz, nakişi və nadinc sözü. Nadinc. Bax, bu sözlər milli sözlərdir ki, buna qoşulan şəkilçi də deməli na şəkilçisidir ki, söz önü şəkilçidir. Söz arxası şəkilçilər nədir? Məsələn, dadlı, dadsız, zəhmətkeş. Baxın, sözün arxasında gəlib şəkilçilər. Bu da olur söz arxası şəkilçilər. Məsələn, yazıram dadlı. Dadlı. Sözün kökü dadlı, l leksik şəkilçidir. Duzlu və s. Deməli, bir cür yazılan şəkilçilərin hər biri alınma şəkilçidir. Deməli, bu şəkilçilərin hər biri leksik şəkilçidir. İki cür yazılan şəkilçilər, deməli, açıq sait işlənir iki cür yazılan şəkilçilərdə. Məsələn, larlər şəkilçisi, dadə, dandən iki cür yazılır. Açıq sait var burada. Açıq sait iştirak edən şəkilçilər iki cür yazılır. Qapalı sait iştirak edən şəkilçilər isə 4 cür yazılır. Yəni, iq, uq, sınız, siniz, sunuz, sünüz. Bax, bu şəkilçilər 4 cür yazılan şəkilçilərdir ki, bu da şəkilçilərin yazılışına görə növüdür. Demək, yazılışına görə də şəkilçilər 2 cür, o 3 cür olur. 1 cür yazılanlar, 2 cür yazılanlar, 4 cür yazılanlar. Hər birinə aid də misallar çəkdik. Daha sonra nələr var? Deməli, sözün tərkib hissəsi nə oldu? Sözün iki tərkib hissəsi var. Kök və şəkilçi. Kök nədir? Sözün ayrılıqda işlənə bilən hissəsinə və leksik mənası olan hissəsinə kök deyirik. Kökün də işarəsi, bax, belə işarə olunur. Şəkilçi nədir? Sözün ayrılıqda işlənə bilməyən və leksik mənası olmayan hissəsinə şəkilçi deyilir. Şəkilçiləri də biz iki növə ayırdıq. Qrammatik şəkilçi, leksik şəkilçi. Leksik şəkilçiləri belə işarə edirik. Qrammatik şəkilçiləri isə bu cür işarə edirik. Leksik şəkilçilərin, ümumiyyətlə şəkilçilərin leksik mənası olmur. Deyirsiniz ki, leksik şəkilçi dedik. Bəli, şəkilçi sözün mənasını dəyişdiyi üçün biz ona leksik şəkilçi deyirik. Şəkilçilərin qrammatik mənası olur, leksik mənası olmur. Yəni, onlar bir mənanı, leksik mənanı ifadə etmirlər. Məsələn, mən hər hansı bir söz desəm, hər biriniz onu başa düşəsiniz. Məsələn, kitab, dəftər, ev və s. Amma deyim ki, ç və yaxud keş, lar, lər. Başa düşəsiniz mən nə deyirəm? Onun leksik mənası var? Əlbəttə ki, yoxdur. Bu şəkilçidir. Şəkilçilərin ancaq qrammatik mənası olur, leksik mənası olmur. Sözün tərkibini öyrənən bölmə morfemika adlanır. Nə oldu morfemika? Sözün tərkibini öyrənən hissə morfemika adlanır.
Dərsimiz bu qədər əziz şagirdlər. Mən dərsləri qısa-qısa çəkəcəm ki, siz asan, rahat öyrənə biləsiniz. Sağ olun, növbəti dərslərdə görüşənədək.